Məsələn, bunun ideyası belə deyək, bu nə ilə bağlıdır? Birliklə bağlıdır, birlik. Orada dostluq yazılır, dostluqda birlik var. Ona görə onu da sayırıq, düzdür? Dostluğa işarə elədik. Doğma yurd şirin olar. Bu isə vətənlə bağlıdır. Deməli, 1 C-yə görə qeyd 1C, 2 A, 3 düzdür. Tamam. Hə, 3 də B. Düz, aferin. Canlılar aləmində hər bir şey hərəkətdədir. Bitkilər, heyvanlar yaranır, böyüyür, çoxalır və tələf olur. Və bu beləcə dövr edir. Verilmiş mətni izah edən söz hansıdır? Cavab. Bəli, bunlar hansı birlikdə təbiət sayılır, düzdür. Cümlələrin mövzuları ilə uyğunlaşdırdıqda hansı mövzu kənarda qalır? Kənarda qaların altına xətt çəkək. Futbolçu ilk qolunu sevinclə vurdu. Biri hansı uyğundur? İdman. Bəli, birə idman. Deməli, idman kənarda qalmaz. Ona görə onun üstündən xətt çəkirik. Bizə kənarda qalan lazımdır. Sonra hər gün dişlərimizi fırçalamalıyıq. Bu sağlamlıqla bağlıdır. Səbəbdən sağlamlıq da uzaqlaşır. O piano dərslərinə həvəslə gedir. Artıq burada musiqi, bəli, bu da uzaqlaşır. Amma burada təbiətlə bağlı heç bir mövzu yoxdur. Deməli, düzgün cavab təbiət. Sonra arının faydalarını saymaqla qurtarmaq olmaz. Ən böyük faydası çox dəyərli olan bal hazırlamaqdır. Bundan əlavə bitkilərin tozlanmasında böyük rol oynayır. Qısaca, onların təbiətdə rolu əvəzsizdir. Yuxarıdakı mətnin əsas ideyası, görürsən əsas ideya deyilir. Bəzən bir mətndə bir neçə ideya olar, ya da bir neçə mövzu olar. Sən orada əsas mövzuya, əsas ideyaya baxmalısan. Yəni ən çox nədən söhbət gedir? Baxaq. Yazmısan? Bax orada balın da adı çəkildi, çiçəyin də adı çəkildi, elə deyil. Amma əsasən bilirik ki, hə, arıdan söhbət gedir də, hə? C variantı. Verilmiş şeirin ideyası hansı bənddə doğru təsvir olunub? Yenə də ideyanın altına xətt çəkirik. Bu dəfə belə edə bilərik. İdeyanı haşiyələyirik, üzərində əsas fikir yazırıq. Əsas fikir. Əsas fikir. Yəni xatırladırıq, özümüzə, öz beynimizə xatırladırıq ki, ideya əsas fikir deməkdir. Və doğru təsvir olunub, onun da altına xətt çəkək. Bəzən doğru təsvir olunmayıb da deyilə bilər. Çox yatma dur, tənbəl yatsan olar, işən gəldi. Gün dağlara yayıldı, hər bir yatan ayıldı. Abbas Səhhət.